Salam əziz müəllimlər və şagirdlər, hər birinizi xoş gördük. Bugünkü izahımız xüsusən şagirdlər üçün nəzərdə tutulub. Ekranda gördüyünüz sözləri tərkibinə görə təhlil edəcəyik və sözlərin quruluşunu müəyyənləşdirəcəyik. İlk sözümüz arayış sözüdür. Arayış sözü quruluşuna görə düzəltmə sözdür. Ümumiyyətlə, arayış türk mənşəli bir sözdür. Mənası arama, axtarma deməkdir. Arayış sözünün kökü aramaq feilidir və aramaq feilindən arayış ismi düzəlib. Bildiriş, arayış, bu tipli sözlər, bir daha qeyd edirəm, quruluşuna görə düzəltmədir. Azarkeş sözü quruluşuna görə düzəltmə sözdür. İdman, futbol həvəskarına deyilir azarkeş, yəni qızğın həvəskara çevrilir. Sözün kökü azardır, azardan azarkeş düzəlib. Adlardan isim düzəldən şəkilçidir keş. Yadırğamaq sözü də düzəltmədir. İnsan nəyisə yadırğayanda ona yad olur artıq. Deməli, sözün kökü yaddır, yaddan yadırğamaq. Irğa şəkilçisi varmı? Bəli, qeyri-məhsuldar şəkilçidir. Adlardan feil düzəldən qeyri-məhsuldar şəkilçidir. Təxminən sözü də quruluşuna görə düzəltmə sözdür. Sözün kökü təxmin olacaq, təxmin ismidir. Təxmin nə deməkdir? Güman, zənn, ehtimal deməkdir və isimdən zərf düzəlib. Ən isə zərf düzəldən leksik şəkilçidir. Tamsınmaq feili də quruluşuna görə düzəltmədir. Tamsınmaq, umsunmaq bu sözlər, yəni bu feillər quruluşuna görə düzəltmə hesab olunur. Tamır ki, tamsınır, umur ki, umsunur. Deməli, sözün kökü olacaq tam, tamdan tamsın. Maq isə qrammatik şəkilçidir. Həmçinin umsunmaq sözündə də sözün kökü ummaq, ummaqdan umsunmaq, umur ki, umsunur. Nəzəriyyə sözü də quruluşuna görə düzəltmə sözdür. Nəzəriyyədə nəzəri məlumatlar öz əksini tapır. Sözün kökü olacaq nəzəri, sözün kökü sifətdir və nəzəri sifətindən nəzəriyyə ismi düzəlir. İyyə şəkilçisi isə adlardan isim düzəldən şəkilçidir.